Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Biz bugün Abşeron rayonunun Masazır qəsəbəsində çox gözəl bir villa tipli həyət evini çəkib sizə təqdim edirik. Keçək evin daxilinə. Qeyri-adi həyəti var. Yəni ev sahibinin xüsusi zövqü nəticəsində ərsəyə gəlmişdi. Görürsünüz, bura evin içərisi deyil. Bəli, bura evin həyətidir. Görürsünüz necə gözəl dekorlarla işlənib. 2 mərtəbəli tam kupçalı həyət evidir. Həyəti sanki ev stilində döşənibdir. Həyətində yayda oturmaq üçün çox gözəl bir şəraiti var. İpotekaya da yarayır, tam kupçalıdır. Kürsülü evdir, 2 mərtəbədir. Görürsünüz necə gözəl güllü çiçəkli bir həyət evi var. Keçək evin daxili ilə sizi tanış edim. Ev ümumi 4 otaqdan ibarətdir. Dəhlizdən içəri girərkən sol tərəfdə bir yataq otağımız var. Ev əşyalı satılır. Evdə nə mebellər, elektronika görürsünüz, hər bir şey qalır. Bütün əşyalar qalır. Görürsünüz. Çox zövqlə təmir olunub. Çox səliqəli qalıb ev. Keçək digər otaqlara. Yataq otağı ilə üzbəüz evin sanitar qovşağı yerləşir. Sanitar qovşaq bahalı aksesuarlarla təmin olunub. Burada pilləkənin alt hissəsində kladovka var. Burada isə mətbəximiz yerləşir. Yenə görürsünüz evin hər bir tərəfində portretlər, dekor işləmələr göz oxşuyur. Evin mətbəxi də kifayət qədər geniş və zövqlüdür. Keçək yavaş-yavaş ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 dənə otağımız var və bir sanitar qovşağımız, balkonumuz yerləşir. Evin pilləkəni bahalı növ taxtadan yığılıb. Həmçinin burada dəhliz hissədə görürsünüz portretlər, fiqurlar, suvenirlər var. İkinci mərtəbənin dəhlizidir. Dəhlizin yuxarı hissəsində bir otağımız yerləşir.